teşekkür Hansı problem ola bilər? Yəni ki, düzün desəm, o dərəcəsində də ətraflı məlumatım yoxdur. Sadəcə Bilməməzdir, deyirlər ki, deyirlər, bax o deyirləri, heç vaxt o deyirlərə qulaq asmayın, özünüz araşdırın. İndi çox şükür Allaha internet ona görə sizə elə ən çox o bizim savadımız çatır, internetə girib yazıb oxumağa. Yəni internetdə də bəzi boş-boş şeylər, boş-boş adamlar yazar təbii ki, amma bunu siz araşdırıb özünüz də tapa bilərsiniz. Amma o deyir, bu deyir, onlara inanmayın. Yəni kosmetoloji prosedurlardan heç kəsə heç nə ziyan olmayıbdır. Gözaltıdan sonra nə ola bilər? Mən 5-6 ildə edirəm özümə gözaltı. Heç bir şey olmayıb. Tarixdə ümumiyyətlə bir dənə insan yoxdur ki, hansı kosmetoloji prosedurda onun nəsə olsun. Bir də daha çox son zamanlar istəyirəm ki, bu gözaltıma nəsə bir şey makyaj eləyəndə, yəni o effekti, əvvəlki effekti görə bilməmdə, qırışlar həddindən artıq artırdığını, yoxsa Sizin gözünüzün altı həddindən artıq çox tündür. Yox, nəinki qarar, problemlidir. Üzünüz maşallah çox gözəldir, dəriniz çox gözəldir, gözünüzün altı həm qaradır. Çox qaradır. Hə, yox, elə düzgün. Ən altı çox yanma, yəni çökəkdir. Həm qırışdır. O üçü də var. Siz elə bilməyin ki, mən sizə işıq dokusu edəcəm, sizin gözünüz ağappaq uşaq dərsi mümkün deyil. Mən elədiyim işıq dokusu sizin gözünüzün altını sadəcə hamarlaşdıracaq və nisbətən 20-30% rəngini açacaq. Çünki o qaraltını verən həmçinin çökəklikdir. Amma dərinizin qaralığına, bunun terapiyalarla ancaq müəyyən qədər açmaq olar. O da 100% deyil, 80% açmaq olur. Yəni, bu da uzun bir müalicədir və 5-6 seans minimum gəlməlisiniz. Işıq dokusu bir dəfə olur. Elə adam var ki, 3-4 il qalır, elə adam var ki, 2 il qalır. Uzun müddət qalır amma.